Salam hörmətli tədbir iştirakçıları. Bugünkü tədbirimiz Milli Şüurun formalaşmasında müstəsna rola malik, bugün də sevilərək oxunan Azərbaycan ədəbiyyatı tarixində şair, yazıcı, dramaturg, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi məşhur Abdullah Şaiqi 145 illik yubileyinə həsr olunub. Yenə təntənə var Azərbaycanda, şaiq günləridir, şaiq ilidir, şaiqi yaşadan ürəkdə zanda, bu xalqa, vətənə şaiqliyidir. Dağlara səs saldı, dağlar sultanı, köç eylədi, ağ günəş sarı, Simur quşu etdi, şaiq babanı. İndi isə buyurun, şairin həyat və yaradıcılığına əsr olunmuş video çarxa baxaq. 81-ci ilin fevral 21-də Tiflisin Şeytanbazar məhəlləsində anılmışdır. Onun valideynləri Axund Mustafa və Mehir xanım bir neçə il idi ki Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdullah böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiz tay olan qız övladı doğulandan biraz sonra tələf olmuşdu. 1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə gedir. Abdullah isə təhsilini tamamlamaq üçün 1900-cü ilin payızına dək Xorasanda bir tanışlarının evində qalaraq burada Mirzə Abdullahdan və Gəncəli Mirzə Bağırdan məntiq və poetika, ha belə ərəb şeirlərinin tarixinə dair dərs alır. 7 il Xorasanda mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, Rus ədəbiyyatını mənimsəyir. Payızda anası Xorasana gələrək Abdullah'ı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, daha sonra isə Abdullah Bakıya köçür. Abdullah Bakıya gələn kimi ilk növbədə Tiflis'in tanıdığı Nərman Nərmanovla görüşür. Abdullah Nərman Nərmanova onun Bakıya müəllim arzusu ilə gəldiyini, Nərmanov isə ona bu sənət üçün imtihan verməli, müəllimlik hüququ qazanmasının vacib olduğunu bildirdi. Nərmanovun məsləhətlərindən sonra Abdullah şair Nərman Nərmanovun ona verdiyi Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi kitabını, Azərbaycan dilinin qrammatikasını, ədəbiyyatı, eləcə də metodikasını öyrətdi. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də məhz elə Abdullah şairdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur və həmişə də doğuracaq. İndi isə gəlin, şairin az yaşlı uşaqlara yazdığı şeirləri dinləyək. Ey gözəl vətənim, yurdum, yuvamsan mənim, səndə xoş ömür sürür. Sevilənim, sevənim, sənsən yanım çırağım, yurdum, yuvam, ocağım, havam, suyum, torpağım, bağım, tarlam səmənim. Səni duymazsan yetər, eşqin çıxmaz könüldən, böyük anam, sənsən, sən, varlığımsan, sən mənim, sənindir çırpan ürək, səndən doğan hər dilək. Nə gözəlsən, nə göyçək, sən ey ana vətənim. Qızıl gül, məni sevər hər könül, yaşıldır incə belim, qızıldandır hər telim. Səhər erkən açaram, gözəl qoxu saçaram, ətrin tutar hər yanı, mənim kimi gülhanı, mən əllərdə gəzərəm, süfrələri bəzərəm. Mənəm gözəl qızıl gül, sən ey gönçəm, açıq gül. Mənəm qanadlı çiçək, adım isə kəpənək, al əlvan xallarım var, qızıl
Ala bula boz keçi, ay qoşa buynuz keçi, yalqız gəzib dolanma, dağa daşa dırmanma. Bir qurd çıxsa qarşına, sən nə edərsən ona? Çoban açınca gözün, qalar iki buynuzun. Dovşan, dovşan, a dovşan, qaçma dayan, a dovşan, qaçma səni sevərəm, can kimi bəsləyərəm, dayanmaram a qardaş, yanımda var alabaş, xəbərdaram işindən, qurtarmaram dişindən. Kukkuluku, kukkuluku, ay pipi kalkırız, gözleri mercan koruz. Kukkuluku, kukkuluku, sen de tezden durursan, kışkırıp banlayırsan, koymursan bizi yatmağa. Ay canım esten koruz, kukkuluku, kukkuluku. Arıyam zəhmətkeşəm, bal, mum çəkməkdir peşəm. Səhər güllər açınca, gözəl qoxu saçınca, uçaram göy yamaca, çiçək açmış ağaca. Qonaram hər çiçəyə, şirəsini çəkərəm, pətəyimə tökərəm. Çalışaram 9 ay, hamı məndən alar pay. Balımdan doy desinlər, mənə sağ ol desinlər. Səhər durunca, əlimdə fırça, sildim dişimi, bildim bir şeyimi. İnanmırsan bak, dişim ağappaq. Üstü tertemiz, beləyik biz. Bahar oldu açaram, yağ borandan kaçaram, başka güller açanda mən kuş olup uçaram. Bahar oldu açaram, kar borandan kaçaram, başka güller açanda mən kuş olup uçaram. Ben uşağım, düşmüşəm dilə dişə, beni kızlar olanlar dəri taxarlar döşə. Uşağım ben uşaq, düşmüşəm dilə dişə, beni kızlar olanlar dəri taxarlar döşə. Doktorur ayaz, yaşayıram bircə yaz, ətrim rəngim gözəldir, əvvurmayım əvvurmaz. Beni dondurur ayaz, yaşayıram bircə yaz, ətrim rəngim gözəldir, əvvurmayım əvvurmaz. Ben uşağım, düşmüşəm dilə dişə, beni kızlar olanlar dəri taxarlar döşə. Söyleyeyim bir hikaye. Domzen burada edildi, yalnızlıktan şikayet. Soğan kabuğundan sadra giyindi, şık şık. Fındık kabuğundan çarık giyindi, tık tık. Sürme çekti gözüne, sıval çekti yüzüne. Düştü tünün gözüne. Sürme çektim yüzüme, düştüm çölün yüzüne. Dost gezirem özüme, dost gel hardasan, tez gel hardasan,
Ay saç uzun Suray xanım, donu uzun Daray xanım, de görüm, hara gedirsən belə? Çara gedirəm, çura gedirəm. Sənə nə var hara gedirəm? Özümə dost axtarıram. Dost axtarırsan, mən hazır. İşte birdən azıqlandırsam səni. Nəylə vurarsan məni? Çomağımla səni əzərəm. Siz bir buna baxın, bunun dostluğuna baxın. Aa, Nazlı xanım, Duzlu xanım, xeyir ola, hara belə? Çara belə, çura belə. Sənə nə var hara belə? Özümə dost axtarıram. Dost axtarırsan, məndən yaxşı dost hanı? İşte, birdən azıqlanırsan səni. Nəylə vurarsan məni? Salaram səni dişimə. Əzərəm. Siz bir buna baxın, bunun dostluğuna baxın. Tıxtı xanım, saçı uzun Suray xanım, donu uzun Daray xanım, hara gedirsən belə? Çara gedirəm, çura gedirəm. Sənə nə var hara gedirəm? Özümə dost axtarıram. Dost axtarırsan, gəl birlikdə dost olaq. Bir yerdə yaşayaq, yükümüz də az olar. İşte, birdən azıqlandırsam səni. Nəylə vurarsan məni? Quyruğuma yağ çəkərəm, bal çəkərəm, yanağıma hal çəkərəm. Mən razı. Türkük xanım Rüstəm bəy Mehriban komalarında yaşardılar. Türkük xanım çox tənbəl idi. Heç bir iş görmürdü. Bütün işləri Rüstəm bəy görürdü. O isə bütün gün komanın qarşısında oturub güzgüyə baxa-baxa özünə bəzək düzək verirdi. Deyirlər, xan evində pişiyin toyudur. Hə? Sən otur evdə, ev işindən müğayət ol. Bəs mənə aparmırsan? Yox, mən evdə qalmaq istəmirəm. Məni də apar. Sən özün şənlənərsən, mən ise evdə tək darıxaram. Ora getmək xatalıdır, sən otur evdə, ev işindən müğayət ol. Yaxşı. Hey,
Əlini mənə bəstərəcək. Yox, mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox, mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox, mən səndən küstərəcək. Küstərəcək, küstərəcək. Mən də sənə quyruq göstərəcək. Abdullah Şair'in 145 ilinde nesir olmuş tedbir teşkil etti ve bizim Düzlü Bilge Mektebin öğrencileriyle birlikte teşkilatçılığıyla esasen de benim de üzümlerimiydi. Bugün bu güzel bir nağlı, yani Abdullah Şair'in şiirlerini size gösterdi. Yani ki hamdın hoşuna geldi. Bundan sonra İnşallah bundan sonra tedbirlerimiz de çok olacak ve ben teşekkürümü bildiren merkezimiz irade kalmak ve Sübeyye sebebine göre irade kalmışlar kelimeler ve bir söz merkezimizin direktörü Kemal'e kalmak. Her bir kimseye teşekkürümüzü bildirdik. Çok sağ olun. Ve bugün bizim mektebin 5 numaralı taraf mektebinin TRT 5 numaralı direktör muavini temine kalmışlar gelip ve mesleğim söz onları bir iki kelime öz teşkilatını bizim. Çok sağ olun Yeganə müəllimə, gələn qonaqlarımıza xoş gəldilər. Yəni sizin fəaliyyətiniz burada danılmazdır, bu öz yerində. Bizim uşaqlarımızın nə qədər çətinliklə, yəni bu şeyləri ortaya çıxartmaqda özümüz də şahidi olduk. Hər hansı bir tamaşa olsun, hər hansı bir personajları ortaya çıxardıq, nəticəyə gəlmək üçün nə qədər əziyyət çəkirlərini özünüz gördünüz, yəni bunu şahidi oldunuz bir dənə. Yeganə müəllimə olsun, başqa digər müəllimlər, yaradıcılıq mərkəzi müəllimlər olsun, çox əziyyət çəkirlər. Onlarla bir yerdə bizim müəllimlərimiz, bizim tərbiyəçilərimiz həqiqətən onların da əziyyətləri danılmazdır. Yəni bir yerdə işləyirlər, bir yerdə işləyirik, fəaliyyət göstəririk. Hamınıza dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, çox gözəl idi. Çox təşəkkür edirəm. Həqiqətən çox qəşəng idi. O ən çox xoşuma gələn o arxanın orada çox, yəni obrazları elə